Azərbaycanda müəllimlərin tam ştat işləməsi düzgündürmü, yoxsa yox? Gəlin araşdıraq. Mən bu məsələyə davranış elmi perspektivindən yanaşmaq istəyirəm, təhsil mütəxəssisi deyiləm. Və burada iki vacib məqam var. Birincisi odur ki, müəllimlərlə dövlət arasında bir sosial razılıq var. Müəllimlər seçkilərdə və onların təşkilində iştirak edir və dövlətin əmin-amanlığını və stabiliyini qoruyur. Və bunun müqabilində də dövlət onlara əlavə qazanc imkanları yaradıb ki, onlar repetitorluq edərək yaxşı pul qazana bilsinlər. İndi onları 9-dan 6-ya kimi işlədəndə bu sosial anlaşma və razılıq pozulmur, bunu şərh etmək istəmirəm. Düşünürəm ki, bunu Elm və Təhsil Nazirliyi məndən yaxşı başa düşür. Mən ikinci məqamı şərh etmək istərdim. Biz bilirik ki, müəllimlərin əksəriyyəti qadınlardır. Və qadınların müəllimlik peşəsini seçməsində ən böyük üstünlük odur ki, onlar iş və həyat balansını qoruya bilirlər. Onlar günün birinci yarısı özlərini inkişaf edərək, cəmiyyətə fayda verərək müəllimlik edir, başqalarının uşaqlarını böyüdür və saat 2-dən sonra öz evinə qayıdaraq ev quruculuğu və öz uşaqlarının böyüdülməsinə vaxt sərf edə bilir. Biz məktəb müəllimini korporativ standartlara salandan sonra, yəni 9-dan 6-ya kimi salandan sonra faktiki olaraq Azərbaycan qadın müəlliməsindən bu seçim azadlığını götürürük, onu məhrum edirik. Sonda nə baş verəcəkdir? Yenə də Azərbaycan ailəsi ziyan çəkəcəkdir, Azərbaycan qadını ziyan çəkəcəkdir və Azərbaycan uşağı ziyanını çəkəcəkdir. Çünki artıq müəllimlik peşəsini seçən qadın öz ailəsinə yetərincə vaxt ayıra bilməyəcəkdir. O yenə də 9-dan 6-ya kimi korporativ mühitdə olduğu kimi gedib işləyəcəkdir, sonra evə gələcəkdir, yorğun şəkildə, sonra ev işlərini görməli olacaqdır və sonra öz ailəsinə nə vaxt ayıracaqdır, bunu bilinmir. Mən çox təəssüf edirəm ki, Azərbaycanın Elm və Təhsil Nazirliyinin rəhbərliyində heç bir qadın təmsil olunmayıbdır. Orada bir nazir var, kişidir və 4 dənə müavini var, onlar da kişidir. Orada bir dənə qadın olsaydı, mən düşünürəm ki, bu tipli qərar qəbul olunmazdır.